Hörmətli izləyicilər, əgər ailədə belə 5 uşaq varsa, valideyn bir uşağa vəsiyyətnamə veribsə, o halda hamı deyir ki, para bərabər bölünür. Para bərabər bölünmür. Vəsiyyətnamə olduğu halda, əslində normalda bilirsiniz də, bu mən danışmışam, bu vəsiyyətlə ilə bağlı olan dünənki videoda, indi birinci videoda danışıram, hörmətli izləyicilər. Onları izləyə bilirsiniz. Əgər 100 kvadratlık bir əmlak varsa, ev varsa, normalda bu 5 uşaq arasında bölünəndə hərsinə 20 kvadrat düşür. Amma vəsiyyətnamə olduğu halda kimə vəsiyyətnamə veriblərsə, həmin adama 80 kvadrat, digər 4 uşağa 20 kvadrat arasında bölünür, hərsinə 5 kvadrat verir. Hörmətli izləyicilər, nəzərə alın, mütləq qaydada. Və onu da qeyd edin ki, dediğim kimi vəsiyyətnamə bir neçə vəsiyyətnamə olduğu halda etibarsız hesab oluna bilər. Son və əvvəl vəsiyyətnamə əsas götürmək ki, hansı etibarlıdır, onu məhkəmə təyin edir. Ola bilsin ki, vətəndaş psixi cəhətdən özündə olsun, o halda son vəsiyyətnamə əsas götürür. Əgər yox, son vəsiyyətnamədə psixoloji cəhətdən özünü idarə edə bilmir, fəaliyyət qabiliyyətsizlik elan olunursa, o halda son vəsiyyətnamə etibarsızdır, əvvəlki etibarlıdır. Baxmaq lazımdır hansını verdiyi zaman nə vəziyyətdə olub, hörmətli izləyicilər. Dediyim kimi, ətraflı məlumat üçün mənim telefonuma videonun izahı yerində qeyd olunub, əlaqə saxlaya bilərsiniz YouTube kanalında. Bundan əvvəl YouTube kanalı şərh bölməsində istənilən videonun üzərində var. Bir daha qeyd edin ki, suallarınız varsa səslə göndərin. Diqqətinizə görə sağ olun. Sağ olun. Kanala abunə olmağı unutmayın.